Bugünkü dərsimiz prototipdir. Prototip bizdə keçidlər yaratmağa kömək edir. Testinglərdə çox böyük kömək edir. Əvvəllər prototip. Siz bunu dayandırın. Hələ ki prototipin burada səhifədə bir sağ tərəfdə prototipə klikləyib bütün prototipləri bir yerdə öyrənəcəyik. Məsəl üçün burada var həkimlər. Məsələn burada həkimlər başlığı var. Biz istəyirik ki, həkimlər sözünə klikləyəndə bu gəlsin həkimlər səhifəsinə. Baxın, yaxınlaşdıracağım. Bunun üzərində plus var. Plusa klikləyirik. Plusdan tuturuq, aparırıq belə. Baxın burada plus üzərində olur, default olur üzərində. Prototipə klikləyirik bura. Buradan artıq nəyin üzərində yaxınlaşsan, üzərində klikləyəndə plus yaranır buradan. Məsələn, həkimləri klikləyəndə gələcək həkimlər səhifəsinə. Və bir də başqa cür variantı var bunun. Bu prototipi seçirəm, delete edirəm. Baxın, burada klikləyirəm. Burada interaction var. Klikləyirik ona, buradan əllə daxil eləmək olur. Və burada panel açılır, trigger. Hərəkətin növünü biz seçmişik on click. Yəni, üzərinə klikləyəndə. Və action deyir, hərəkət necə olsun? Hərəkəti seçirik, navigate to, yəni yönləndir. Naviqasiya, navigate to, yönləndir və sən deyir, yönləndirirəm hansı səhifəyə? Və burada səhifənin adını, destination. O deyir, məntəqən, destination'ı göstərirsən də, nöqtəni, çatacaq nöqtəni göstərirsən. Mən sizə deyirdim, hər dəfə işlərinizi ad verin, 1, 2, 3, 4 belə qoymayın, səhifələrə ad verin. Çünki buradan klikləyəndə bəzən oxlar o qədər çox olacaq ki, çəkib uzadanda qarışacaq, görə bilməyəcəksiniz. Buradan baxın, adını verib deyə həkimlər. Klikləyirəm burada, həkimlər səhifəsinə keçir. Deyir ki, okey, bax, on click, navigate to həkimlər. Deyir, klikləyəndə səni həkimlər səhifəsinə yönləndirəcəm. Deyir, bəs burada animasiya. Animasiya necə olsun? Baxın, burada animasiyanın növləri var. Klikləyəndə açılır. Instant nədir? Birbaşa. İndi bunun hamısını bir-bir klikləyib göstərəcək sizə. Dissolve daha yavaş, sönərək keçir. Smart animate, smart animasiya, ağıllı keçidlər. İndi onun baş verməsi üçün hansı amillər olmalıdır, onu danışacağıq. Moving, məsələn, klikləyirik. Baxın, aşağıda animasiya var. Səhifənin necə gələcəyini göstər. Animasiya necə baş verəcəyini. Məsələn, burada yönlərini seçə bilirsən. Səhifə necə gəlsin. Məsələn, moving-i bir dənə belə göstərək. İndi bunu present eləyəcəyik. Başlayaq. Biraz güclüdür. Biz burada prototipin olduğunu yoxlamaq üçün ekrana klikləyirik. Baxın, bu yanır, sönür klikləyəndə. Və biz burada nə prototip vermişdik? Həkimlərə klikləyəndə bizi həkimlər səhifəsinə aparsın. Və mouse üzərinə gətirəndə baxın, artıq hand tool'a barmaq işarəsi, əl işarəsinə çevrilir. Klikləyirəm. Baxın, moving seçmişdim. Sürüşərək gəldi. Bu animasiyanı necə seçiriksə, klikləyirəm xəttin üzərinə. Animasiyanı necə seçiriksə, o tip gəlir. Məsələn, bunu aşağıdan yuxarıda eləyə bilərik. Məsələn, klikləyirəm. R-ə basanda prototip yenilənir. R-yə basanda reset olur. Məni atdı ən birinci səhifəyə. Yəni, həkimləri klikləyirəm. Baxın, necə seçmişdimsə, animasiyanı o tip gəldi. Və indi, məsələn, burada göstərir necə olacağını. Məsələn, slide in. Baxın, burada bütün animasiyaları göstərir və istiqamətini seçirik. İndi bizim instanta qayıdaq. Instant nədir? Birbaşa. Klikləyən kimi keçəcək. R-ə basıram, kliklədim, keçdi. Sonra dissolve var burada. Sonra dissolve var burada. Dissolve nədir? Daha yumuşaq keçidən. Baxın, burada göstərir. Yaxınlaşdırılır, necə olacağını. Burada saniyə var. Hansı yavaşlıqda? Məsəl üçün, bunu 300 indi. R-ə basıram, yeniləyirəm. Baxın, belə daha yumuşaq keçdi. Birbaşa keçmədi. Buradakı saniyəni nə qədər artırsaz, o qədər yavaş keçəcək. Normalde 300. Klikləyirsiniz. Bizim internetdən də problem var. Daha yumuşaq keçir. Məsələn, 300 normaldır. 200 qoya bilərsiniz istəsəz. Xoş gəlmişsiniz. Bəli, dərs daxil. Sonra, nə edirik?
Burada keçidləri biz animasiya keçidləri necə eləsək, necə seçsək, təyin eləsək, keçidlər həmin animasiyanın, həmin axışla keçəcək. Məsələn, burada biz seçdik dissolve-u. Smart Animate seçsək, oxşar komponentlər bir səhifədən digər səhifəyə keçəndə, əgər yer dəyişirsə hər iki səhifədə, animasiya şəklində, hərəkətli şəkildə olacaq. Məsəl üçün, gəlin bunu yoxlayaq. Tutalım ki, burada dil seçimi var. Dil seçimi buradadır. Həkimlər səhifəsində isə dil seçimini biraz aşağı sürüşdürək. Biraz da aşağı sürüşdürək, həmin animasiyanı görmək üçün. Və buradan biz seçdiyimiz prototypı dəyişirik. Artıq dissolve yox, bunu eləyirik Smart Animate. Seçdik. Gəlirik burada R-ə basırıq, klaviaturadan resetlənir. Və həkimlərə klikləyirik. Bir dənə bura fokusumuz burada olsun. Klikləyəndə burada məsəl üçün klikləyirsən, daha yumuşaq keçir. Bunun animasiyalı keçməsi üçün, məsələn, həkimlərə klikləyək. Daha animasiyalı keçmək üçün burada istifadə olunan hər bir komponentin adı eyni olmalıdır. Məsəl üçün, gələk buradakı komponentin adına baxaq. Kliklədik. Sağ tərəfdən, sol tərəfdən paneldən seçməliyik bunu. Gəldik dizayna qaydırıq. Buradan frame'i seçirik. Bunun adı frame 42'dir. Buradakının adına baxırıq. Bunun adı frame 35'dir. Bunun adını frame 42 edirik. Elədik bunu frame 42. İndi R-ə basırıq. Yeniləyirik. Klikləyirik. Nə seçdik biz? Smart Animate seçməmişik burada. Bir dənə baxın. Bəlkə adlarını düz təyin eləməmişik. Bir də təzədən baxaq. Bunu dayandırın. Bir də təzədən baxaq. Smart Animate dediyimiz kimi komponentlərin adı eynidirsə, eyni növ komponentdən kopyalanıb çıxarılıbsa, digər səhifədə yeri fərqlidirsə, bunu Smart Animate keçəndə, klikləyəndə, baxın, bu tip animasiya ilə keçir və burada biz həmin müddəti də təyin edə bilirik ki, nə qədər müddətdə keçsin. Klikləyirik buradan. 300'ü seçmişik və burada artırılırsa daha yavaş keçə bilər. Sonra bunun kombinasiyaları var. Məsələn, mən sizə deyirdim, Open Overlay. Tutalım ki, profil girişi deyə bir şey var. Bunu prototypı sileyim. Baxın, buradan profilə klikləyəndə bu hissəyə prototyp verəcəm. Gətirirəm, yaxınlaşdıram buna. Panel açılır. Burada bizdə 10 klikdir. Hələ ki 10 kliki keçirik, bunun kombinasiyalarını keçəcək. 10 kliki keçdik. Navigate to desək, məsəl üçün profilə klikləyəndə Navigate to desək bizi bu səhifəyə aparacaq. Biz istəyirik ki, üzərində açılsın. Bunu dəyişirik. Deyir, yəni bizi ora aparma. Bizi Open Overlay, yəni üzərində açılsın. Klikləyirəm. Open Overlay seçilidir. Burada deyir ki, klik eləyəcəksən, üzərində açılacaq profil girişi. Bu səhifənin üzərində profil girişi səhifəsi açılacaq. Və deyir ki, position, harda açılsın, yerini təyin elə. Biz də yerini təyin eləyəndə burada center yazılıb, amma bunu həmişə biz manual seçirik. Nəyə görə? Yerini rahat təyin eləyək. Top left, top right, məsələn, top left desək, sol üstə açılacaq, top center desək, tam mərkəzdə açılacaq. Manual seçirik, klikləyirik. Baxın, burada kölgə kimi bir şey düşdü. Deyir ki, burada yerini təyin elə. Məsələn, buradan tuturuq, gətiririk bura, məsələn, bu hissəyə. Gətirdik, buradan nizamladıq. Və biz bura klikləyəndə burada panel açılacaq. Bu sadəcə onun bir kölgəsidir. Bizə xəyali göstərir ki, burada açılacaq nümunə olaraq. Pop-up kimi eləyirik. Aşağısında baxın, panellər var, daha doğrusu parametrlər var, seçimlər var. Deyir ki, close when click outside. Yəni, kənara klikləyəndə bağlansın. Bunu aktiv eləyirik. Deyir ki, background əlavə elə. Yəni, buradan başqa bütün arxa daha qaranlıq olacaq. Bunu da seçirəm. Deyir ki, background'un hansı rəngdə olsun? Qara seçmişik və opacitysini 25% eləmişik ki, şey olsun, çox qaranlıq olmasın. İndi baxın, R-ə basıram, yenilənir, klikləyirəm,
Biraz yuxarıya təyin eləyək. Gətirək yerini bura qoyaq. Məsələn, bura. R-ə basıram. Klikləyirəm. Baxın, açıldı üzərində. Və arxa biraz da qaranlıq olur. Məsələn, bunu eləyə bilərik. Məsələn, 60 eləsək. Enter-ə basıram. R-ə basıram. Klikləyirəm. 60 oldu. Daha da tündləşdi. Siz bunu 100 eləsəz, tam qaranlıq olacaq. Sonra, bunun da növləri var. Instant var, moving var, dissolve var. Məsələn, moving seçirik. Klikləyirik. Məsələn, aşağıdan gəlsin. R-ə basıram. Klikləyirəm. Aşağıdan gəlir. Hansı formada istəsəz, o tip eləyə bilərsiniz. Orada birinci seçdiniz, sonra profil bilir, manual seçdiniz. Manual seçdim ki, əllə özüm təyin edeyim. Open override, pop-up kimi gəlməsin. Məsələn, burada alt parametrlər də var. Deyir, liner daha sönərək gəlsin, quick gəlsin, bouncy var burada. Baxın, burada göstərir necə gələcəyini. İndi bunu seçdim və burada moving yox. Məsələn, instant ya dissolve seçək. Məsələn, dissolve seçək. Bouncy seçdim. Klikləyirəm, R-ə basıram. Dəqiqə, R-ə basdım təzədən görəcəksiniz. Baxın, demək ki, yanır, sönür təzədən. R-ə basıram. Bunlar biraz köhnəlib. Klikləyirik, baxın, yanıb sönəcək. Sonra, məsəl üçün, hansı cür istəsəz, buradan seçirsiniz və altda sizə göstərir. Gentle, daha yumuşaq. Baxın, belə. Bu tipə biraz oxşuyur. Məsələn, burada ən çox istifadəmiz linerdir, bir də is in, is out. Məsələn, klikləyirik, R-ə basırıq, klikləyirik. Bu belə. Burada müddətinə təyin eləsəz, 300, 100 eləyə bilərsiniz. Məsələn, bunu eləsəz, 1000 millisaniyə 1 saniyə deməkdir. Məsələn, mən bura 1000 yazsam, bu 1 saniyədə olacaq, baş verəcək prototip. Baxın, R-ə basıram. 1 saniyədə hərəkət baş verir. Burada siz vaxtı özünüz təyin edirsiniz. 300 idealdır. 200, 250 qoya bilərsiniz, amma 300 ideal ölçüdür. İdeal şeydir, vaxt aralığıdır. Sonra, Open Overlay bildikdə təmin, bəli. Necə? Close when click outside. Deyir ki, kənara klikləyəndə bağlansın. Burada, bax, buralara klikləyəndə bağlanmayacaq. Kənara klikləyən kimi bağlanır. X işarəsi olsa ona. İndi nə edirik? Tutalım ki, üzərinə X işarəsi qoyaq. İndi onu göstərirəm, yaxşı. Gəlin bura təxmini bir dənə T-yə basıram. Bura bir dənə X qoyuram. X hərfi yazıram. Dizayna qaydıram, bunun ölçüsünü böyüdürəm. Məsəl üçün, təxmini ilə qoydum da, yəni ən asan forma olaraq, ən tez. Gətirdim, məsəl üçün 64 qoyun bunu. Rəngini qara eləyim ki, görünsün. Bunu avtoriat eləyim. Komponent eləyə bilərdim, avtoriat elədim. Gətirirəm, bura qoyuram. Bunun daxilinə. İndi buna da prototip verəcəm. Buna prototip verəndə interaction'a əlavə edirəm. On click. Baxın, burada Open Overlay yazmışdır. Baxın, burada yazıram Close Overlay. Burada klikləyəcəm. Close Overlay, yəni bağlansın. Nə edirəm? R-ə bastım. Açıldı. X-ə bastım. Kliklədim. Bağlandı. Bax, təzədən. R-ə basıram. R-ə basıram. When click outside'ı aktiv eləmişik. Onu bağlasaq, kənara da klikləyəndə bağlanmayacaq. Üzərində hər yerə klikləyirəm, bağlanmır. Bura klikləyirəm, bağlanır. Yəni, X-i ora qoysaz, bağlayacaq. Sonra davam eləyək. Open Overlay, yəni zaten videoda da baxarsınız. Varsa çətinlik deyin, cavablayaq. Nə edirik? Üzərində açılmağını istədiyimiz paneli seçirik. Tutalım ki, mən buna klikləyəndə bu açılsın. Gətirirəm prototipi, buradakını silməliyəm əvvəlcə. Baxın, burada prototipi görünür. Kliklədim, delete elədim, silindi. Məsələn, istəyirəm ki, nə bilim, məsələn, buna klikləyəndə qeydiyyata gəlsin. Məsələn, haradan hara keçməyini istəyirsinizsə, məsələn, istəyirəm ki, ona klikləyəndə profil girişi üzərində açılsın. Bu qədər sadə. Gətirirəm, uzaqlaşdırıram. Paneldə gətirirəm bura.
On click, navigate to yox. Eləyirik burada. Open overlay. Open overlay'i seçdik. Manual seçdik. Buradan. Bu parametrlər özünüzdən asılıdır. İstəsəniz background-a verə bilərsiniz. Kənara klikləyəndə bağlana bilər. Bizim burada X düyməmiz var deyə buna ehtiyac duymuram. Bağladım. Yəni kənara klikləyəndə itməyəcək, bağlanmayacaq. İndi gəlirəm, bunun yerini təyin edirəm. Təxmin istəyirəm, məsələn, burada açılsın. Olar. Olar. İstəsəniz olar. Sadəcə burada var idi deyə mən qoymadım sizə, açıq qoyum. İndi R-ə basıram. Klikləyirəm. Buna prototip vermişdik. Klikləyirəm. Burada açıldı. Hara istəsən, hara qoysan onu orada açılacaq. Kənara klikləyirəm, bağlanmır. Üzərində harasa klikləyirəm, bağlanmır. X-a bir dənə klikləyəndə itir. Bu qədər sadə. Onun yuxarıdan aşağıdan olan variantı. Yox. Yuxarıdan da aşağıdan olan həcmi var. Həcmi dildə onda bir irad tutulmaz əgər belə qoyursanız. Siz sadəcə belə göstərmək üçün elə qoyursunuz. Necə həcm? Yəni aşağıda ilə yuxarıda boşluq qalır. O problem, yox, problem deyil. Yox, yəni zaten sənin panelin ölçüsü nə qədərdirsə, bu qoyacağım panelin ölçüsü, modalın, pop-up'ın ölçüsü nə qədərdirsə, ona uyğun olacaq. O həmin ölçü qədər burada açılacaq. Yəni o ölçünü sən təyin edirsən, orada problem yoxdur. Aha, bunu elədik. Necə? Kənardan gəlsin. Olar, eləyə bilərsən. Məsəl üçün, gəlin eləyək. Tam ki, yerini belə təyin edirəm. Burada, sidebar kimi və burada biz seçəcəyik. Biraz yuxarı qaldırım. Burada dissolve əvəzinə moving seçirəm. Sidebar kimi açılsın, kənardan. Aha. Və klikləyəcəm, R-ə basıram. Sidebar kimi açılır. Harada? Burada bu moving-i seçdim. Aktiv olanlar bunlardır. Moving-i seçdim və burada hansını aşağıdan, yuxarıdan, sağdan, soldan istiqaməti seçirsən, gəlir. Liner bir xətt üzərində gəlsin, məsələn, daha sönərək gəlsin. Sonra nə bilim, burada bounce gördük, yanıb sönərək gəlsin. Gentle daha yumuşaq gəlsin. Slow daha yavaş, bu tipdə. Bunların hamısını istifadə elədikcə, belə məqsədinə uyğun. Məsələn, görürsən ki, burada liner yaranmır. Məcbur burada slow. Ease in, ease out, bir də liner. Bunları çox istifadə edir. Moving-dəki, sən dediyin ki, məsələn, bura burger bar qoymuşsan. Burger barın pop-up kimi gəlməyə məntiqsiz olar. Təbii ki, sağdan moving gəlməlidir. Məsələn, onu moving seçməsən ki, məcbur. Məsələn, ya da ki, giriş qeydiyyat üzərinə klikləyəndə pop-up kimi açılacaq. Onun sağdan sürüşərək gəlməyi biraz məntiqsiz olacaq. Ortada pop-up kimi açılmalıdır. Onun yerinə görə, məqsədinə uyğun burada şu hamısını istifadə edərək baxa bilərsiniz. Yoxlaya bilərsiniz. Aha. İndi onu yoxlayaq. Yerə baxıram. Baxa görə sabit qalacaqmı? Burada scroll olmur ki heç. İşləyir, yəni bu prototipdə scroll olmur. Sən... Yox, İsmail sual verir ki, mən bunu klikləyəndə bu niyə scroll? Yəni scroll olmanın qarşısını necə alaq? Yəni bu scroll olmur zaten. İsmail təxmini düşünürəm ki, bunu deyir. Header hissənin sabit qalmağını. Buradan header'ı seçirik. Əgər komponent şəklindədirsə, yox, komponent şəklində deyil, bir yerdə deyil. Bax, burada neyini? Tamam ki, gəlin bunu seçək. Baxın, gəlirik burada position var. Positiondan scroll'un pop sabit qalır zaten. Yəni, scroll getmir orada. Bax, burada özdə bir də bunu, məsələn, header, düşünün ki, header burada, hamısı burada qrup şəklinə gətirəm, yaxşı. Səmaya eləməyib, header-ı komponent eləməyib, biz eləyək. Burada yox, header bir yerdə olmalıdır. Hə, bunu göstərəcəm. Ctrl-C eləyirəm. Bu qrup şəklinə gətirdim. Gələm prototype position'a. Baxın, burada position'da fix stay in place, yəni olduğun yerdə qal.
Klikləyirəm, yerə basıram. Mümkün bağlayayım. Baxın, scroll edəndə bu qalır. Bunun arxasındakı background da bununla bir yerdə qrup olsaydı, siz nə qədər scroll edərsəz, bu başlıq hissəsi sizinlə bir yerdə gələcək. Baxın. Bunun arxasına bir dənə rectangle verir. Shift A eləyək bunu. Avtoliat edirəm. Aha, bu. İndi bir dəqiqə. Yox, onu indi göstərirəm. Prototipin daxilindəyik. Gətirəm, buradan da belə uzadıram. Belə. Aha, nə edirəm? Baxın, burada seçilidir, hidrimiz qrup şəklindədir. Gəlirəm prototipa. Baxın, burada position var. Positionda klikləyirəm. Scroll with parent. Elə bir ki, bütün komponentlərlə bir yerdə sən də scroll olacaqsan. Klikləyirəm, scroll olur. Okay. Sonra deyirəm ki, sən scroll olma. Olduğun yerdə qal. Baxın, indi klikləyirəm, bu scroll olmur. Qalır, header qalır. Ola bilər, istəsən soğuqlaşdıra bilərsən. Burada bunun nə ki elədirsə, olmasa sözünüzü kəsəm, bunu nə ki deyə bilərsiniz? Baxın, klikləyirəm header'a. Buradan prototipa keçirəm, position var burada. Positionda fix eləyirəm bunu. Yox, sabit qalır. Burada nə idi? Güzar deyir ki, bəs mən istəsəm daha solğun eləyim rəngini. Burada fillin rəngini məsələn 50% eləsən. Mən bunu 50% elədim. Daha solğundur. Yəni bu qarşılıq yaradar, yoxsa bu məsləhətdə bir şey? Belə deyim də, baxır sənin saytının məqsədinə. Əgər sənin header lazımdırsa, məsələn olur, sənin search lazımdır. Search header'da istəyirsən ki, belə deyim də, səndə qarşılıqlı saytın və axtarış funksiyası çox istifadə olunur. Header'da sabit saxla hamısını, indi həm oradan keçid edə bilirsin. Biri var ki, mən sayta inim, burada kliklənməli çox şey yoxdur, məsəl üçün. Mən indi header'dan həkimlərə keçmək istəyirəm. Biri var ki, qalxım təzdən yuxarı, qalxım həkimlərə klikləyim. O da var, onu da göstərəcəm. Prosta siz sualları verirsiniz, axışdan çıxırıq, hamısını göstərəcəm. İndi onu göstərirəm. Amma məsəl üçün, istəsəm mən həkimləri klikləmək, bu fix olmasa, mən qalxmalıyam bir də yuxarı, header'a klikləməliyəm. Amma bu mənlə bir yerdə gəlirsə, buradan klikləyib keçid edə bilirəm. Məsələn, baxın, burada məsələn, buna klikləmək istəyirəm. Klikləyirəm, gəldi. Bağlayıram. Belə. İndi Gülzarın səbirsizlə gözlədiyi o prototipə gəlirik. Gəlin bura bir dənə formal, bir dənə ox işarəsi qoyaq, baxa görə var burada. Tamam ki, gəl bu üç bucağı qoyaq. Məsələn, bura yerləşdirirəm. Belə bir şey. Burada bax deyirdimi, prototip bir kombinasiyadır, məntiq ardıcılığı. Baxın, gətirirəm, məsəl üçün, bura qoyuram. Bunu Shift A eləyirəm. Komponent və ya avtoliat olmasa, oradan prototip vermək çətin olur. Məsəl üçün, bunu açsam, gəlin sizə nümunə kimi göstərim. Bu ox işarəsi heç bir şey deyil, sadəcə fiqurdur. Boş bir fiqurdur, heç bir funksiyası yoxdur. İndi prototip vermək istəyirəm. Baxın, gəlirəm buna klikləyirəm. Buradan prototip vermək istəyirəm. Bax, götürmür. Mouse'un yanında X var. Çünki bu heç bir şey deyil, komponent deyil, frame deyil, avtoliat deyil. İndi baxın, bunu eləyirəm avtoliat və ya komponent fərqi yoxdur. O komponent və ya avtoliat ya da frame olmalıdır ki, ona prototip verək. Baxın, indi yaxınlaşdıram. Baxın, götürdü. Yanındakı X itdi. Amma avtoliat, komponent və ya frame olmasa vermək olmayacaq. Prototip vermək olmayacaq. Bunu gəldim, elədim avtoliat. Gəlirəm buradan, tutam yerini təyin edirəm ki, bu burada olacaq. Və rəngini biraz da gözə batsın deyə qıpqırmızı eləyirəm. Gəlirəm buradan, məsələn, bu rəngdə bir qırmızı verirəm. Bu nə edirəm? Təbii ki, bu sürüşməməlidir. Daha doğrusu, hədə fix qalmalıdır, sabit qalmalıdır. Bu nə edirəm? Prototipə gəlirəm, bunu eləyirəm fix. Yəni, sən burada qal. Mən nə qədər də sürüşdürsəm, sən burada qal. İndi nə edirəm? Burada da prototip verirəm. Gəlirəm bura, gəlin biraz məntiqi işlədək. Buradan interaction verirəm. Ya da ki, buradan verirəm, fərqi yoxdur.
Gətirirəm, deyirəm ki, buradan öz daxilində hidra prototip verirəm. Mən hidra qaldırsın. Buna da verə bilərəm. Nəyə istəsəm verə bilərəm. Məsələn, ən yuxarı qaldırmaq istəyirəm. Gətirirəm, bura hidra prototip verirəm. Baxın, öz daxilində olduğuna görə prototip, bir frame'in daxilində 2 dənə komponentə prototip verdiyimizə görə, baxın, burada avtomatik scroll to seçilir, yəni scroll elə. Və ox işarəsindən də göstərdik. İndi nə edirik? Erə basıram. Bu burada fix qalır. Çünki fix eləmişəm bunu. Növbəti prototipimiz nədir? Scroll to. Klikləyirəm. Getdi, atdı bura. İndi bu bir dənə də istəyirsən ki, sürüşərək getsin. Daha slide fason getsin. Burada animate seçirik. Klikləyirik. Erə basıram. Endirirəm aşağı. Klikləyirəm. Yuxarı qalxıraq. Yəni animasiya nədir? Bir var instans seçsək, birbaşa keçəcək. Belə keçsək, belə klikləsək, scroll'la keçəcək. Məsələn, istəyirsənsə, başqa cür də eləyə bilərik. Məsələn üçün, burada nə var başlıqlardan? Məsələn, həkimlərimizi tanıyın. Məsələn, həkimlərdən gəlirəm, bura prototip verəcəm. Həkimləri klikləyək. Məsələn, gəlsin bu başlığa prototip verirəm. Gəlsin bura. 10 klik, öz daxilində olduğu üçün, eyni frame'in daxilində olduğu üçün özü scroll to verir. Animate veririk, liner veririk. Erə gəlirik, həkimləri klikləyirəm. Gəldi, düşdü. İstəyirsən ki, bu hidrın altına düşməsin. Daha şey olsun da, aşağıda qalsın. Və burada sənə X, Y məsafələri verir. X və Y olaraq məsafə verirsən. Məsələn, bunu eləyirəm, mənfi, məsələn, 50, 63-dən məsələn. Erə basıram, klikləyirəm. Daha yuxarı getdi. Bunu plus, müsbət verək. Gəlin, bunu müsbət 108 verdim. Erə basıram. Həkimlərə klikləyirəm. Bir də baxaq. Erə basaq. Ola bilər, bir dəqiqə. Bu Y deyil. X budur, bir dəqiqə, üzr istəyirəm. X belədir, Y belə. Koordinat oxuna görə bir dəqiqə. Bunu 100 verək. Erə basıram. Bu lap yuxarı getdi. Mənfi 100 verək. Yox, indi düzdür. Koordinat oxlarını səhv salmışam. Klikləyirəm. Baxın, indi düşmədi. Əvvəl necə idi? Ctrl-Z eləyirəm. 100. Erə basıram. Yox, elə bir şey yox. Məsələn, sən cüt qoya bilərsən, cüt qoyumsan, gəri yenə bunun üzərinə düşür. Sən orada məsafəni götürürsən sadəcə ki, nə qədər məsafə olsun. Məsələn, bunun hündürlüyü nə qədərdir? Məsəl üçün, hündürlüyünə baxın, məsəl üçün 60-dır, 70-dir. Buradan mənfi 60, mənfi 70 qoya bilərsən ki, bir o qədər yuxarı sürüşsün, altında qalmasın. Yəni, onun xüsusi bir qaydası yox ki, sən cüt verməlisən, tək verməlisən. Cüt versən, lap yaxşı, proqramçı orada daha rahat işləyər. Amma yəni, belə xüsusi bir qaydası yoxdur. Məsələn, 100-ü verdik, 100-ü verəndə düşdü altına, mənfi 100 veririk. Erə basıram, klikləyirəm, artıq düşmür. Bunu mənfini, məsələn, mənfi 500 versəm, mənfi 500. Məsələn, buradan da aşağı sürüşəcək. Erə basıram. Burada qaldı, baxın. Burada ölçünü nə qədər çox artırsaq, o qədər məsafə vermiş olacaqsınız. Sonra güzel sualım var. Nə varsa verin, onun hamısını keçəcəyik. Orada gəlin belə eləyək. Bunu götürək. Burada məsələn bu avtolayoutdur. Məsələn gətiririk bura. Burada komponent setdən istifadə eləməliyik. Bunun bir kopyasını çıxarırıq. Məsəl üçün bunu böyüdürəm. Bunu eləyirəm komponent set. Gəlirəm buradan komponent set eləyirəm. Bunların daxilində bir-birinə prototip verəcəm. Prototip verdim öz daxilində. On click yox. Burada var while hovering. Üzərinə gətirəndə. Hover eləyəndə. Kliklədim. Burada da navigate to yox. Check dəqiqə. Niyə bu? Bir-birinin daxilində deyil. Mən Ctrl-Z eləyim. Bu
içini seçdim. Aha, dizayna qayıtdım. Bunu set eləməliyəm. Bağışlayın, setə klikləməmişəm. İndi oldu set. Baxın, komponent set oldu. İndi öz daxilində prototype verirəm. Gətirdim, buna kliklədim. Sürüşdürdüm. Buradan öz daxilində oxşarəsi çox kiçikdir, görünmür. Baxın. Öz daxilində prototype vermişəm. 10 kliki eləyirəm. Məsələn, üzərinə klikləyəndə kartdan keçid eləsin də, böyüməsin. Çünki gərək sən onu daimi 2 dəfə klikləyəsən ki, harasa keçəsən. Üzərinə gətirəndə böyüsün. Üzərinə gətirəndə change to. Yəni, görür ki, öz daxilindədir deyə, deyir yəqin ki, bu buna dəyişmək istəyir. Keçid eləmək istəyir. Change to-nu seçdik. İndi gəlirəm bunun kopyasını, necə ki, biz deyirdik, komponentin əsasını saxlayıb kopyasını çıxarırıq. Bunun kopyasını götürürəm, dizayna qayıdım. Kopyasını götürürəm, atıram, məsəl üçün, bura atım. Attım bura. Gəlirəm, erə basıram. Nəyin daxilini atmışıq? Bu ana səhifədə, ana səhifənin daxilində deyil bu. Dəqiq, görünmür. Göründü, erə, aha. Baxın, indi mouse üzərinə gətirəndə böyüyəcək. Bu tip. Burada prosto sıfırdan yığmamışıq deyə, bunların hamısını mərkəz eləyək. Erə basıram. Bunu bizə necə eləməliydik? Böyüdəndən sonra hamısını ayrı-ayrı komponent. Bax, indi həm avtoliyaatdır, həm komponentdir. İndi nə edəcəyik? Birinci şəkili götürürük, kiçik versiyasını qoyduq, bir də böyük versiyasını qoyuruq və bu ikisini sonra komponent edirik. Komponent eləyəndən sonra böyüdüb kiçilsək, baxın, bu tip diagonal böyüyəcək. Tam biz istəyir ki, mərkəzdən böyüsün də. Sən əgər istəsən ki, bunun üzərinə gətirəndə şəkil böyüsün və bunun üzərində yazı gəlsin, bunun üzərinə nə yazsan görünəcək. Yəni, o tip olacaq. Və istəyirsən ki, bunun üzərinə gətirəndə burada adı da görünsün və yaxud üzərində buton olsun. Gəlin belə eləyək. Bura bir dənə bunun üzərinə bir dənə rectangle atıram. Atdım. İndi bunun opacitəsini azaldıram. Sən qoyuram 25. Burada da buton götürürəm. Məsələn, bu buton deyəsən, bu həkimin butonu deyərək. Yaxınlaşdırım bir dənə. Gətirirəm, atıram məsələn kopyam bunun üzərinə. Gözləyirik. Gəldik. Yox, alt düyməsinə düşdü, amma yazı düşdü. Avtoliyaat deyildi bu. Məsələn, mən bunun daxilində bir dənə fil verim, evi yox. Qara rəng məsələn verirəm, bu rəngdə bir dənə fil verirəm. Məsələn, yerə basıram. Bəlkə sırf yazını kopyalayıb elədiniz. Necə? Sırf yazını da kopyalamış ola bilərsiniz. Elə eləmişdim, mənim çox başıma çıxdı. Ola bilər. Klikliyə bunun prototipi ilə biraz oynayaq, daha yumuşaq keçid alınsın. Prototipi keçid edirəm, klikləyirəm. Baxaq burada nə var? Instantı eləyək Smart Animate birbaşa böyüməsin. 300 saniyə elədik. Erə basıram. Baxın, indi daha yaxşı böyüdü. Deyir, üzərinə yaxınlaşdırma buton gələcək, nə bilim, məlumat gələcək. Bu kimi klikləyirəm. Bu da görünür daxilində. Saniyəni istəsəz azalda bilərsiniz. Məsələn, bunu eləyək. Is in liner əvəzinə. Məsələn, yerə basıram. Belə. Bu tip. Yəni, burada birinci komponenti sadə olduğu kimi, ikincidə də hover eləyəndə hansı dəyişikliklər olacaq, o tip eləyirsiniz. Komponent set eləyib, bir-birinə prototype verirsiniz və burada da seçirsiniz. Məsələn, bunu 10 klik də eləyə bilərim. Məsələn, 10 klik eləyirəm. Erə basıram. Bax, heç nə olmur. Klikləyirəm, böyüyür. Amma bu biraz əziyyətlidir deyə, sən bir də bunun üzərinə təzədən klikləməlisən ki, keçəsən də səhifəyə. Amma ondan sonra hover elə və burada butona kliklə. Məsələn, gəlin indi kombinasiya quraq. Tam ki, hover vermişəm.
buton gələcək üzərində. İndi bu butondan da butonu seçə bilsək, qəbula yazıl butonunu seçdik məsələn. Buradan da prototip verəcəm, məsələn, həkimlə frame seçildi. İndi buradan da ya da uzun olacaq, məsələn, elə olanda ad vermişiksə interaction'dan verək, klikləyirik, bir də oxu dartıb aparmaqdansa buradan interaction'dan verək. On click navigate to həkimlər səhifəsi məsəl üçün kliklədik. Baxın, kombinasiyanı qurduq. Erə basıram. Hover seçək bir dənə. Bunun öz daxilində də hover seçək. Bunu on click eləyək. On click daha doğrusu. Bunu edir hover. Edirəm while hovering. Gəldi bura. Erə basıram. Kombinasiyamızı qurduq. Üzərinə gətirəndə böyüyəcək. Klikləyəndə butona da həkimlər səhifəsinə keçəcək. Böyüdü. Gətirirəm. Bunu mouse enter'dən eləyək. Baxaq. Görün, buradakı prototipi vermişik. Bizi nəyə görə işləmədi? Bu şey var ya, rectangle. Butonun üzərindədir deyə prototipi keçid eləməyə icazə vermir. Bunu atırıq butonun altına. Bir də siz üzərindən gəlirsiniz, qabarır və sönür. Ancaq qabarır qalsın. Onu da göstərəcəm. Onu da göstərəcəm. Kənar edək. Bu bizim işimizə mane olur. Kənara qoyuram. Yox, eskrimliyim buna. Aha, indi işləməlidir. Sən demiş, gəlin bunu mouse enter'dən eləyək. While hovering'də klikləyirəm. Mouse enter var, bir də while hovering var. İkisinin arasında fərq var. Baxın, while hovering üzərinə gətirəndə hərəkətə keçsin. Bir də mouse enter var. O da mouse üzərinə gətirəndə hərəkətə keçsin. Arasında fərq var. Hover'da mouse kənara çəkən kimi animasiya geri qayıdır əvvəlki vəziyyətinə. Amma mouse enter seçəndə sən hərəkəti dayandırana qədər o keçmir. Yəni qayıtmır əvvəlki vəziyyətinə. Məsələn, bunu keçək. Baxın, yaxınlaşdırdım. Keçmədi, heç yeri getmədi. Qəbula yazıla klikləyirəm. Keçdi həkimlər səhifəsinə. Hover'dan mouse enter'in arasındakı fərq budur. Mouse enter gətirirsən üzərinə animasiya baş verir, amma itmir. Hover'da itir. Hover'ı nəyə veririk? Məsəl üçün, gəlin burada butona verək Hover'ı. Onda daha məntiqli olur. Məsəl üçün, bunun bir dənə kopyasını götürək, ataq kənara. İşləyəndə həmişə dizayna qayıdan işləyin. Sürüşmür, nə olur, qırıldı? Məsələn, qəbula yazıl. İndi buna hover verəcəyik. Gətirirəm, kopyasını çıxarıram. Qəbula yazıl. İndi nə edirəm? Bu ikisini, bunun rəngini dəyişirəm. Hover eləyəndə, məsəl üçün, gəlin rəngini təxmini bir şey seçək. Gətirək. Əgər bizim burada stylımız olsaydı, styledan seçəcəkdik. Gəlin belə eləyək. Bunun biraz tündünü eləyək. Yazını da ağ eləyəcəyik təxmini. Y-yə basıram. Normalda nə edirlər hover eləyəndə? Tutalım ki, bu yazıdır. Bunun rəngini götürürəm. Gəlirəm, bunun rəngini kopyalayıram. Bunun rəngi nədir? Bu koddur da, elə deyil. Ctrl-C eləyirəm. Gətirirəm, buna rəng olaraq verirəm. Hə, butona. Çünki bizim burada style'ımız yoxdur. Ctrl-V eləyirəm. İçindəki yazını da i-yə basıram, gətirirəm, buradakı butonun rəngini verirəm, belə. İndi bunu eləyirəm komponent set ki, öz daxilində hansısa komponentlərin öz daxilində prototip vermək istəyirsinizsə, onu komponent set eləməlisiniz. Gətirirəm, buradan komponent setə klikləyirəm. Oldu set. İndi buna prototip verməliyəm. Keçirəm prototipa. Gəlirəm buradan.
Nə edirəm? On klik yox, hover. Yəni üzərinə gətirəndə. Aha. Buna keçsin və belə, məsələn, Smart Animate aktivdir. Belə. Gəldik, yerə basıram. Bir dəqiqə butonu qoymamışıq. Buton qalıb qıraqda. Ha, budur. Bunun kopyasını çıxarırıq. Həmişə kopyası ilə işləyin. Yəni, özünü istifadə eləməyin. Gətirdik, atdıq bura. Yerə basıram. Bunun kənarında stroke var. Gəlin stroke'un rəngini dəyişək, ağ eləyək. Çünki qara pis qaldı. Belə bir şey. Yerə basıram. Bu tip butonlarda falan daha yaxşı işə yarayır. Sonra baxaq başqa kombinasiyalara. Ürək animasiyonu. Ürək animasiyonu. Ürək animasiyonda nə edirik? Bir dənə filini çıxarırıq, bir dənə stroke'unu götürürük və alt-alta qoyuruq, komponent set eləyirik. Stroke'dan filə prototip veririk istəsəz. Varsa burada göstərək. Bəli. Bir şey deyim. Biz bayaqdan overflow falan yox. Üzərində aslında overflow idi. Open overlay, hə. Open overlay. Onları hamısı məncə o qədər mükəmməl bir şey deyil, nedir başdan. Yəni onları ayrı page'də eləmək falan məncə daha məqsəd uyğundur. Çünki developer daha yaxşı başa düşə bilər. Yox, bu əksinə, məsələn, biz testingə məsələn, o open overlay falan qoymayanda, biz onu testing eləyəndə komanda daxilində onu başa düşməyəcəyik. Başqa page atacaq. Amma testing üçün, hə. Yox, biz nə deyirəm, yəni məsələn, həmin login menüyü mən ayrı səhifədə düzəldim, ekran gəldiyi məsələn şey kimi. Hə. O arxa planı sən özün rectangle falan atın, o elə bir prototip verilməmiş belə daha başa düşərlər onlar, başa düşdür. Niyə məncə daha, belə deyim də, developer mod açıblar. Hə. Mən denəyəsə, autoflow verəndə belə də autoflow vermək daha rahat olacaq. Yəni məsələn, mən məsələn Figma'da dizayn edirəm, o dediniz open overlay mənə qəribə gəldi, başa düşəbilirsiniz. Onu məsələn, heç başa çıxmayan biri görsə, ona qəribə gələ bilər. Bu, bilirsən, dərs başlayanda da, siz bu dayandırın, biraz uzun danışacaq. Çox sağ ol İsmail, düşüncən və bizi bağışladın. Aha, burada prototip var, burada flow var. Flow 1 yazılıb. Bunu İlahi xanım soruşmuşdu, bu flow 1 nədir? Bunu gətirirəm, kənara atıram, itdi. Flow əlavə eləyəcək indi bura. Məsələn, klikləyirəm. Bax, flow starting point. Bu nədir? Flow'un başlanğıc nöqtəsi. Mən bura, ay sağ ol, axışın başlanğıc nöqtəsi. Buna klikləyəndə flow 1-1'a düşür. Və mən gəlirəm burada, yerə basanda məni bu flow 1'i hara atmışamsa, oradan başladacaq. Flow 1'i bura atsan, yerə basanda buradan başlayacaq. Yəni, prototipin başlanğıc nöqtəsini sən təyin edirsən ki, starting point buradadır. Yəni, yerə basanda prototipə və heç nəyə basma. Sadəcə buradan play'ə bas, preview'ə bas, present'a bas. Bunu hara qoymuşsansa, oradan başlayacaq. Mən 3-4 dənə prototip almışım, aləm qarışıq burada bir-birinə. O başlanğıc point var. Çəkəndə biz, onu olmaz ki, biz üstündən aparaq. Haradan istəyən apara bilərsən. Aləm qarışmasın deyə. Hə, elə desən, yox, olmur. Yox, olmur. Ona görə deyirəm ki, işlərinizə ad verin ki, məsələn, gəlib buradan, tutalım ki, buradan klikləyib prototipə gəlirik də. Bu interaction-dan eləyin. Klikləyəndə page'in adı varsa, navigate to eləyirsən, məsəl üçün. Burada page'in adını qoyursan, destination'ı təyin edirsən, sən burada hansını istəyirsən, klikləyə bilirsən. Seçirsən, promo ora gedir. Bir də oxu dartıb aparmağa ehtiyac yoxdur. Sonra digər prototiplarımıza baxaq. Bəzi prototiplar var ki, onlar mobile üçündür. Onları saxlayacaq, mobile'da bir yerdə test edərək, yəni yox edərək öyrənəcəyik. Hə.
ayrı bir adam. O neydi onun adı? User Wireframe'də? Yox. Nə? Şeydə, ümumiyyətlə qoydular işlərimizin altında. Görmək. Şey, accessibility. Accessibility. Ona bənzədir o. Yəni biz ona Mən bunu sadəcə text eləsək yerində, o hər yerdə eyni olur. Sabit qalacaq. Orada sabit qalacaq. Siz yeni dəyişdirmək istəsəniz, məsələn, biz yox, o saytı istifadə edən şəxs, məsələn, mən saytı aşağı edirəm, onun hissəsini görünməsini istəmirəm. Nəsə, görüşümü əngəlləyir, nəsə görmək istəyirəm, onu görə bilmirəm. Onun kənarını çəkə biləcəkmi? Yox, başa düşmədim. Sən deyirsən ki, elə yox, elə yoxdur. Elə bir şey yox. Qəribə şeylər fikirlərsən. Onun yeri çox balaca və elə olur ki, bəzən arxasını şəffaf eləyirlər və sənin görüşü şeyləmir, problem yaratmır. Məsələn, chatbotdan yardım aldı, belə dairə şəklində qoyulur. O bəzən mənim görüşümü əngəlləyir və mən onun kənara çəkirəm. Bu qədər hissəni əngəlləyir. Bu qədər hissə nə qədər vacib bir şey ola bilər ki? Yazını əngəlləyir, biraz da yuxarı scroll edib oxuyursan da, yəni. Necə getmir? Elə bir şey mümkün deyil. Sonra keçək. Tutalım ki, gəlin burada bir dənə də prototip verək. While pressing. While pressing nədir? Basıb saxlayanda. Məsələn, Instagramda bilməm, Facebook, Instagramda vardı. Like düyməsinin üzərinə basıb saxlayanda üzərində bir dənə ikonlar açılırdı. O while pressingdir. Gətirir, məsələn, Instagramda da bir ara var idi deyəsən, sonra yığışdırdılar. Məncə var idi. Sonra baxarıq. Interaction əlavə edirəm. Tutalım ki, bu nədir? 100 volt. Buna klikləyirəm və interaction əlavə edirəm. Hətta gətirirəm, buradan sürüşdürürəm. 100 vola atıram. Burada məsələn nəyi seçirəm? Burada çox var, open overlay seçirik. Gətirirəm, buradan on click yox, while pressing. Bu nədir? Yəni, basıb saxlayanda. 100 volt səhifəsinə at bizi, Smart Animate seçmişik falan belə də, digər parametrləri də təyin edirik. Gəlirik bu hissəyə. Yerə bastım, qalxdı yuxarı, buna deyəsən. Basıb saxlayıram, gəldi, atdı bizi bura. Buraxdım, getdi. Basıb saxlayıram, gəldi. Bu da Smart Animate seçmişik deyə belə olur. Burada Smart Animate-i bağlayaq. Eləyək, məsələn, dissolve eləyək. Yerə basıram. Basıb saxlayıram, gəldi. Buraxıram, getdi. Buraxdım, belə. Məsələn, orada da like-ın üzərinə basıb saxlayırsınız. Webdə yaramır, yox. Mobile'da. On drag'dır, while pressing'dir. Şeydə yaramır. Website-da yaramır. Məsələn, onun responsivdə işlədə bilərik onu. Bir də mobil app'də işlədə bilərik. Məsələn üçün, burada After Delay var. After Delay da çox maraqlıdır. Mən özümdə sənsiz olan hər bastırdınız ki, o açılırdı. Məsələn, səsi alın. Necə? Siz hər bastırdınız ki, o belə yazılırdı. Baxın, bura kliklədim. Buradan prototipi seçirəm. Burada gəlirəm, burada seçmişəm. While pressing. Yəni, basıb saxlayaq. Press nə deməkdir? Yəni, futbolda da var, pressing. Yəni, press eləməkdə sıxmaq. While pressingi seçirəm buradan. Burada da səhifəni seçirəm, hara o keçsin. Navigate to da seçə bilərsən. Open overlay da seçə bilərsən. Hansını seçə bilərsən. Belə. Keçir ora. Yəni, burada da animasiyanın növünü seçirsən. Burada da vaxtı falan təyin edirsən. İndi, dostlar, gəlirik yavaş-yavaş After Delay'a. After Delay nədir? After Delay, məsəl üçün, mobildə falan daha çox istifadə olunur. Webdə də var. Məsəl üçün, necə eləyə bilərik? Gəlin, bu səhifədən prototip verək. Buradan gəlirəm, əsas səhifədən. O qədər prototip vermişik. Hamısını silmək istəsən. Hamısını silmək istəsən, delete basırsan, silinir. Məsələn, istəyirəm ki, bura keçsin. Profil əsas.
Və indi buradan nə edirəm? Bunu prototipimiz seçilidir. Heç bir yeri kliklənməyini istəmirəm. Gəlirəm burada, ən aşağı enirəm. After delay. Bu nədir? Müəyyən müddət sonra hərəkət baş verir. Deyir ki, delay seçirsən burada, nə qədər saniyə sonra hərəkət baş versin. Məsəl üçün qoyuram 3000 millisaniyyə, 3 saniyə sonra keçid baş versin. Navigate to əsas səhifə, profil əsas. Bunlar da okey. Burada da hansı yavaşlıqda keçməyini təyin edirsən. Gəlirəm, erə basıram. 3 saniyə sonra keçəcək ora, heç eləmədən. Keçdi. Mobildə nədir? Məsələn, telefon oynadığım yerdə xatırlatma kimi, məsəl üçün, telefonu oynadığınız yerdə yuxarıdan WhatsApp bildirişi gəlir. Məsəl üçün, bu odur. Onu, məsəl üçün, ən asan formada sizə belə göstərə bilərəm. Tutalım ki, gəlirəm buradan, bağlayıram. Buradan bir dənə frame yaradacam telefon ölçüsündə. Məsəl üçün, iPhone 16 Pro yaratdıq. Bir dənə də erə basıram. Daha doğrusu, bir dənə frame yaradıram. Təxmini bu ölçüdə. Yaratdım frame'imi. Rəng verirəm. Məsələn, bildiriş rəngi. Məsələn, bu rəng olsun da. Gəlirəm bura. Klikləyirəm. Prototype eləyirəm. Buradan sürüşdürürəm bura. Gəldi. Bunu nə edirəm? After delay eləyəcəm. After delay burada. Navigate to əvəzinə buradan Open Overlay seçirəm. Burada bildiğin kombinasiyalar gedir də ancaq. Burada da is in yox. Burada moving. Moving. Və yuxarıdan aşağı seçirəm. Okey. Baxın. Bunu söyleyeyim. Buradan başladım. Vaxtı seçməliyim. 800 çox azdır. Bunu eləyək 2 saniyə. Necə? Burada indi balaca ekranda göstərdə bizə. Bu da 10 kimi. Məsələn, burada center seçmişik deyə düz mərkəzə gəldi. Amma manual seçsək burada, manual seçirik və yerini bura təyin edirik. Hətta ölçüsünü biraz böyüdək. Lap belə bildiriş kimi gəlsin. Seçdik. Başlayaq. Gəldi bildiriş. İndi buradan da prototype verəcəyik. Çıxışı point verdik. Interaction verdik. Klikləyirik. On click əvəzinə after delay veririk. Buradan non əvəzinə back. Yəni geri qayıt. Məsələn, 2-3 saniyə sonra 3000 saniyə sonra geri qayıtsın. Gəlirik bura təzədən klikləyirik. Gəldi. Bildiriş gəldi ekrana. 3 saniyə sonra da geri qayıdacaq. Qayıt görək. Nə qədər seçmişik? 300.000 zat seçərik birdən. Yox, buna baxırıq. Back seçmişik. Delay seçmişik. 3 saniyə düzdür. Gəl bunu 300 eləyək. Gəldən baxaq. Gəldi. İtməlisən indi sən. İtməli. Gəl onda belə eləyək. Bunu silək. Back verdiyimizi. Bunu close overlay eləyək. Bir də yoxlayaq. Biraz tez getdi. Bunu 3000 eləyək. Nə seçmişik burada? Close overlay seçmişik. Bir dənə baxaq. Dəqiq. Bu open overlay yox.
Buna klikləyirik. Aha, burada close overlay'a klikləyirik. Bunu seçirik. 3000. Aha. Deyirik ki, gəlsin və 3 saniyə sonra geri qayıtsın. Bu ondur. Yəni ekrana bildiriş gəlir. Məsələn, vaxt olur 3 saniyə sonra da geri qayıdır. Belə. Bu app'də falan daha çox istifadə olunur. Sonra K-Gamepad var. Bu sizin ən çox istifadə edəcəyiniz prototiplərdən biridir. Developerlar falan da dəhşət çox istifadə edir. Tutalım ki, bizim qeydiyyat səhifəmiz var. Budur da deyəsən. Buradakı bütün prototipləri silək, qarışmasın. Baxın, buradan prototip verirəm bu hissəyə. Bu hissə, ona verdim. Və burada K-Gamepad-i seçəcəm. K-Gamepad. İndi gəlirik. Seçdim. Mənə deyir ki, açar söz, daha doğrusu buton, klaviaturdan bir dənə hərf təyin elə, bir dənə düymə təyin elə. Məsələn, biz qeydiyyatdan keçəndə Enter-ə basan kimi atırıq bizi. Parolu, logini falan düz yazmışıqsa, atır bizi əsas səhifəyə. Gəlirəm, klaviaturdan lüboy bir düyməyə basa bilirəm. Məsələn, Enter-ə basıram. Enter-ə basan kimi burada Enter düyməsini təsdiqlədi. Götürdükcə bunu. Moving yox, bunu dissolve eləyək. Gəlirəm, indi bunu başladıram. Keçmişəm bu səhifəyə. Enter-ə basacam. Bura getdi bu. Dəqiqə. Enter-ə basacam. Bizi atdı şeyə. Logini, parolu falan yazsan, Enter-ə basan kimi sən atırıq səhifəyə. Bu da elə bir şeydir. Gəlirəm buradan. Buradan K-Gamepad-i seçirəm. Deməsin sonra mən Enter, manyak kimi Enter'i spamlayıram orada. Hətta mən klaviaturası Enter'e yox, o düymələrin yanındakı Enter var. Sağ tərəfdə namlok falan var. O Enter'e kliklə. Mən bu ortadakı Enter'i həmişə tərtəmiz qalır. O üstü silinib də Enter sözü oxşara silinib burada. Neyəsə ona gedirəm, ona basıram. Ola bilər bəlkə də. Ancaq onu istifadə edirəm. Yəni siz qoysanız işləyəcək. Sonra K-Gamepad-i bildik. Məsələn, burada Space tuşuna basıram. Space seçildi. Yəni sən R-ə bas, K-ya bas, Q-ya bas, nə istsən bas, o klikləyən kimi keçəcək. Məsələn üçün də F-ə bas. Nə istsən basa bilərsən. Məsəl üçün deyirəm, yəni bütün düymələri burada qəbul edirlər. Məsələn, Enter-i biz təyin eləmişdik. Sonra K-Gamepad-dən keçdik. Burada Mouse Enter, Mouse Leave. Mouse Enter üzərinə gətirəndə, Mouse Leave üzərindən uzaqlaşdıranda. Məsələn, biz deyirdik, tutalım ki, bu butonu üzərinə gətirəndə bu açılsın. Məsələn üçün, belə. Mouse Enter eləyək, hover eləməyək, itir. Çünki hover itir, Enter qalır. Gətiririk buradan, open overlay edirik. Burada açılsın. Bunda Mouse Enter eləyirik. Mouse Enter elədik və R-ə basıram. Yaxınlaşdıranda bax gəldi. Amma itmir. Bu prototipi bir qaydaya qoymaq lazımdır. Nə edirəm? Bura vermiş də prototip, elə deyil. Gəlirik, bunu da bağlayaq. Bütün buradakı prototipləri ləğv eləyək. Silək geçsin. Qarşılaşsın. İndi buradan da prototip verirəm. Nədir burada? Bunu da ləğv eləyim. Prototip verəcəm. Buradan interaction əlavə eləyirəm. On click əvəzinə burada mouse leave edirəm. Mouse leave edirəm və delay də əlavə eləyə bilərəm buradan. Məsəl üçün, dəqiqə. Yox, biz buradan mouse leave, bir dənə də vaxt əlavə eləməyək. Bunu da eləyirik, close overlay. Close overlay seçdik. Gətirirəm, R-ə basıram. Böyüdü, mouse üzərindən çəkirəm, getdi. Gətirdim, mouse page üzərindən apardım. Hover variantı, belə bir şey olur da. Gətirdim, getdi.
Fərqi yoxdur. Yəni bu yəni göstərmişim mouse leave nə üçündür? Mouse up, mouse down da var. Mouse scroll eləyəndə animasiyalar olur. Sadəcə mouse endirirsə, scroll edirsə animasiyalar gəlir. Bu da onun kimidir. Orada mouse up, mouse down'u seçəndə sən mouse-u endirdikcə orada animasiyalar baş verir. Burada da smart animate seçsən olur. Sonra yəni gələk başqa baxaq başqa. Burada sizə yarımçı qalan prototip olacaq. Bunları şifahi başa salacağım. Praktiki e-maili götürəndən sonra göstərəcəm. Necə? Tamam ki, gəlin buradan buradan bir prototip seçək. Ya da interaction əlavə edək təxminən. Burada on click falan bunların hansısı seçək. Məsələn, on click seçdik. Burada bax, set variable var, set variable mod var, bir də conditional var. Bax, bunları sizə o maili götürəndən sonra, çünki mən burada səhv eləməmdə set variable seçəndə premium hesabı istəyəcək. Bu şeydə işləyir, tələbə mailində işləyir. Bu bilirsiniz nədir? Bir dənə, burada görürsünüz ki, bir dənə klikləyəndə 2 dənə şaxə var burada. Bu nədir? Bunu mən belə ayaqsız göstərsəm, yoldaşlar görməyəcək. Bax, biz deyirdik, həmişə mən səbətə klikləyəndə sağdakı səbət üzərində 1 düşsün. Hə, yəni şeydir, səbətə klikləyəndə sağ üstə 1 düşsün. Bax, bu da 10 kimidir. Bax, burada nə edirsən? Biz deyirik ki, səbətə klikləyəndə səbətə bir dənə məsəl üçün belə OK işarəsi gəlsin butonun üzərində və orada şey olsun, 1 işarəsi gəlsin. Bax, bu da 10 kimidir. Bu da 10 üçündür daha doğrusu. Mən klikləyirəm. Burada buton OK vəziyyətinə alır. Sağ üstə də 1 düşür üzərinə ki, bu əlavə olundu. Burada baxanda gördüyünüz ki, məsələn, buna klikləyəndə 2 dənə nəticə verir sənə. 2 nəticəli prototipləri bu tip eləyirik. İndi baxın, swap overlay var. Swap overlay bilirsiniz nədir? Bir menunu digər menuya swap edir, dəyişir. Məsələn, kontaktda görmüşük, gəlirik menunun üzərindən bir dənə menu açılır, orada adlar var da. O adı üzərindən bir dənə gətirəndə daha da böyüyür. Bu 10 üçündür. İndi sizə bir dənə görüm, burada nümunə kimi. Frame qabarır və şey olur, daxilindəki yazılarda. Frame uzanır, belə deyək də. Gəlin, bir dənə frame yaradıram sizin üçün. Yox, niyə ki? Necə qabarıqlıq? Open overlay edirik də, yəni arxa background düşür. İndi gətirək, məsələn, ölçünü biraz balaca eləyək. Sanki bu qədərdir. Və bunun bir dənə kopyasını çıxarırıq. Və bunu ölçünü gətirik, kontrol edeyim. Bu qədər edirik. İndi tutalım ki, mən bu logoya klikləyəcəm. Buna prototip verməmişik, yox. Logodan logoya vermədik. Buna vermişik. Bunu da siləm. Hər şeyi prototip vermişik. Gətirəm frame buna verirəm. Bir dəfə buradan başlayalım. Full buradan gedəcək. Başqa işləri çoramayaq da. Bir adam bu da bu işi qoyacaq. Hə? Deyib yox. On click. Bu burada verə bilərsiniz, on click də verə bilərsiniz. Məsəl üçün bunu hələ ki on click ilə eləyək. Navigate to əvəzinə open overlay seçirik. Open overlay seçdik. Burada nə edirik? Burada manual seçirik mütləq. Manual seçəndən sonra gəlin buradan yerini təyin edək ki, belə olacaq. Okey, əla. İndi bu oldu. İndi burada da gələk bir dəqiqə. Buradan da bura bir dənə prototip verəcəyik. Bunda məsələn on click, bunu da eləyəcək swap overlay. Swap overlay. Sonra baxaq bir dənə. Görə işləyəcək. Buna yenə prototip vermişik. Buna nə vermişik? On click verməliyik də. On click. Background da verək.
Buna verməyək, bu prototipi götürək. Hara verək? Hover da verə bilirəm, klik də verə bilirəm. Amma 2 dənə klik verə bilmirsən. Çünki sən klikləyəndə hansının öncəliyi olduğunu kompüter başa düşməyəcək. Məsələn, bu butona bir dənə klik verirəm, düşür həkimlər səhifəsinə. Bir dənə də eyni prototipi verirəm əlaqəyə. Sən buna klikləyəndə kompüter hansını hərəkətə saldığını bilməyəcək. Çünki 2 dənə klik eyni şeyi veribsən. Amma birdən hover, o birdə klik verəndə bilir ki, yaxınlaşdıranda bu olacaq, klikləyəndə o biri olacaq. Ona görə. Gətirək, yaxşı, gəlin buna buradan verək. Burada da prototip vermiş. Hər şey həkimlərsə. Buradan həkimlərdən eləyəcəm. Klikləyəcəm bura. On click. Open overlay. Bağlayıram bunu. Gətirirəm buradan da buna swap overlay vermişəm. Həkimləri bir dənə aktiv eləyək. Control. Gəlirəm buradan buna kliklədik. Çox böyük oldu, bir dəqiqə. Çox böyük oldu. Bunların ölçüsünü kiçildək. Bütün səhifəni tutdu. Bunun da ölçüsünü kiçildək. Yerə basıram, bax. Həkimlərdəydi biz. Haradaydı bizdə? Həkimlərdəydi. Bax, klikləyirəm. Burada şey olmalıdır normalda. Neydi onun adı? Burger bar. Hansı səhifədən verdik biz? Həkimlərdən verdik. Amma həkimlərə getmədik. Klikləyəcəm. Gəldi panel və burada yazılar var, məsələn, mətinlər var. Mətnə də klikləyəndə, baxın, daha da uzandı. Paneli, filtr isə rənglərini dəyişim bir dənə, tam aydın başa düşək. O filtr nümunəsi olsaydı, o rahat göstərə bilərdik. Bunun da rəngini dəyişək. Bu rəngini amma qırmızının biraz tündünü qoyaq. Qaraya yaxın daha doğrusu. Baxın. Yerə basıram. Həkimlər səhifəsi. Həkimlərə bir dənə kesil eləyək. Həkimlərdəsiz. Dəqiq. Profil əsası idi bu. Həkimlər buradadır. Gəldim bura. Aha. Bunu bağlayıram. Həkimlərə klikləyəndə, daha doğrusu, məsələn, buraya kliklədim, açıldı panel və mən istəyirəm ki, buradan bir dənə seçim eləyim. Klikləyirəm, seçim eləyəndə panel daha böyüyür. Bunu hoverla da eləmək olar, on kliklə də eləmək olar, hansını siz eləyə bilirsiniz. Yəni, 2 dənə paneldir, bu birinci seçimlər olandır. Tutalım ki, burada var qadın, uşaq, ad olur, yanında ox işarəsi olur. Məsələn, başlıqlar bizə, məsələn, qadın, uşaq, kişi, nə bilim, tibbi ləvazımat falan belə başlıqlardır və sən, məsələn, qadına klikləyəndə burada da yanında açılır, nə bilim, don, ətək, ayaqqabı falan detallara keçir. Sonra başım ağrıdı. Baxaq prototiplara. Baxaq görək, gözümüzdən qaçan nəsə var. Buranı keçdik, bir dənə gələk, məsələn, on click, action'ı seçək, navigate to, open link, bir dərs qalarıq, yarım dərs. Aha, open link, məncə bu sizə Figzemdən tanışdır. Open link, link veririk. Tutalım ki, bu yazıya mən link, ya da ki, bu butona mən link vermək istəyirəm. Gəlirəm prototipi, interaction əlavə edirəm. Gəlirəm on click, başqa nə yadımızdan çıxmıyor, on click. Gəlirəm bir də buradan seçirəm open link. Məsələn, burada nə istəyir yaza bilərsiniz. Enter'ə bastım, hazırdır bu. Gəlirəm indi, yerə basım. Gəlirəm, hansı butona idi? Bu idi deyəsən. Bu deyil, dəqiqə. Buna mən başqa link qoymuşam, Bu niyə bura keçdi? Yerə basım.
Burada da prototip vermişik ki. Başqa yerə link verin, başqa səhifəyə. Bu səhifəni korlamamış. Gəlirəm burada interaction əlavə edirəm. On click. Sonra gəlirəm buradan open link eləyirəm. Gələk bunu bir dənə present eləyək. Edirəm aşağı, klikləyirəm. Açıldı. Mənə atdı Google-a. Burada deyir ki, don't show. Mənə deyir ki, sən bu səhifəyə aparacaq. İndi bağlayayım, təzdən edirəm. Klikləyirəm. İnternetimiz biraz. Fərqi yoxdur. Girdin hansısa bir saytı. Məsələn, olur biz futuristə Instagram falan qoyuruq. Həmin yönlənəcək səhifənin URL-ini götürürük. Orada open link kimi eləyirik, atırıq ora. Instagrama klikləyəndə, ikona klikləyəndə aparıb atacaq sənin onun Instagramına. Belə. Sonra baxaq. Məncə çox bir şey qalmayıb. Swap-ı göstərdi opunu, bunu göstərəcəyik. OneDrive-ı bir dənə şeydə göstərəcəyik. Mobile-da. Belə göstərə bilərəm, təxmini göstərim sizə. 16 Pro-dur. Qaratdır 16 Pro, burada. Və bunun bir dənə də kopyasını çıxarıram. Eyni kopyanı çıxarıram. Yox. Bax, orada bir dənə şey var. Bir dənə mobile dizayn var. Responsive dizayn var. Bir də adaptive dizayn var. Yox. Adaptive dizayn bilirsiniz nədir? Sizə deyirlər ki, iminini 16 üçün yığ. Bu adaptive dizayndır. Amma responsive dizayn nədir? Sizə deyəcəklər ki, mobile üçün responsive dizayn yığ. Onda ən çox istifadə olan ölçünü seçirik. Ən çox istifadə olan ölçü səhv eləmirəmsə sadə 13-14 ölçüdür. Onunla yığırıq, bütün dizaynlarımızı onda yığırıq. Amma sənin desələr ki, xüsusən bu ölçüdə yığ və yaxud nə bilim bu telefon üçün yığ, bu marka üçün yığ, bu ekran ölçüsünü yığ desələr, bu adaptiv dizayndır. Amma responsiv dizayn, sənin ki, mobil üçün responsiv dizayn yığ. Ən çox istifadə olunan da iPhone-larda səhv eləmirəmsə 13-14-dür. Amma sizdə ən yaxşısı hansıdır iPhone üzrə getmək? Bax, onun siz bunu dayandırın. Davam edeyim. Tamam ki, belə bir panelimiz var bizim. Rəngini edirəm, qırmızı rəng. Fil verirəm. Buna fil verməmişdim ki. Vermişdim. Qırmızı. Bunun ölçüsünü kiçildirəm. Tutalım ki, bu qədər bir paneldir. Bunun kopyasını, eynisini götürürəm. Atıram bunun daxilinə. Buna və böyüdürəm. Məsələn, bu qədər edirəm. Və buradan seçirəm bunu, prototip verirəm. Buradan götürürəm, bura prototip verirəm. Və burada on click yox, on drag seçirəm. Yəni, belə sürüşdürməklə. Burada Smart Animate seçirəm. Okay, Navigate to. Smart Animate seçilidir. Okay, indi baxaq. Bunu başladaq. Və buradan da buna drag verməliyəm bu arada ki, geridə qayıtsın. Buradan da bura 10 drag verirəm ki, geri qayıda bilək. Burada da Smart Animate seçili olmalıdır ki, o animasiya ilə olsun. Buradan başlayaq. Yəni də belə kənara çəkeyim. Baxın, burada mən tuturam bunu. Buraxdım, indi aşağı çəkirəm. Bu şey var sizin bildirişlər paneliniz tutursunuz, aşağı sürüşdürürsünüz. Bax, on drag'dir. Yuxarı qaldırırsınız, on drag. Məsələn, mobildə bu daha çox. Məsələn, mən həmişə deyirəm, şeydə sürüşdürmə yoxdur. Tutub mouse'dan harasa dartdı söhbəti yoxdur. Çünki sən mouse'dan bu düyməsi 2 dəfə də kliklənə bilər tutmaq istəyəndə, dartmaq istəyəndə. Başqa yerdə keçid edə bilərsən, başqa bir əməliyyat edə bilərsən. Bunu biz şeydə çox istifadə edirik, mobildə. Məsələn, altda olur,
bir dənə pəncərə panel qaldırmaq istəyirsən, məsələn, o tip paneli OneDrive-la qaldırırıq. Yuxarıdan bildirişlər panelini endirmək istəyirsən, OneDrive-la eləyirik. Belə. Smart Animate seçilməlidir və buradakı iki panelin də adı eyni olmalıdır. Bu Frame 126, bu da Frame 126 olduğuna görə Smart Animate-i verəndə özü tənzimləyir ki, bu sürüşərək də animasiya ilə keçirilsin. Belə. Məncə bitdi. Neçə dəqiqə oldu? 1 dəqiqə 15 saniyə. 1 saat 15 dəqiqə. 1 saat.